Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF, bugünden sizinle birlikte yeniden bığırı videosu ile beraberiz. Bugünlerim yeni kombinden dostlar, yeni sihirli küpten aldığım kombinden oyun eləyəcəyik. Hem saçı hem bedenini dalmışam içinden sihirli küpten. Uy bu gaga, xərtənin yarısı düştü buraya. Bu ne hərəkətdir belə. Ha, PK düşəcək yenə. İnşallah bol killi bir video olar. Videoyu bəyənib kanala abunə olmağı və gözəl yorumlarınızı yazmağı unutmayın. Başladıq. İlk növbədə qaqa gir bura. Burada nə var? An 94. Buradan da nə var? XM8. Hamısını çək. Burada nə var? Qaqa götür da. Ay bu ilə götürmək istəmir. Burada adam var, yoxdur, yox. Bir dəqiqə, buradan mənə vurdular. Mənim köynəyimdən məndən başqası geyinə bilməz dostum. Mənim köynəyimi məndən başqası geyinə bilməz. Bu bir. İkincisi. Qoy görək. Ay bilə, kafa gedirib, prosto hasar vurmur. Yan gördüm. Bu iki. Diyan dostum. Arkadan vurmada şerefsiz eybi yok. 2 kill yazın qırağa. Qəşəng başladı. Clock Tower'a şeyi. Oyunu kodunu biraz alım, çox verdim. Kaykay elə bir tutmuyor beləmin kombindən. Bir nəfər gördüm ya burada, gözümə dəydi. Buradan görüm bir dənə 3 səviyyə yelək. Nə olar 3 səviyyə yelək? 3 səviyyə yelək verərdi. Bu oyundakı çox şərəfsiz. Yenə an 94-dən XM8-i bir yerdə verdi. Mən bu silahlardan nə çəkirəm? Bir Allah bilir. Hə, AK, bax bu olar. Bu yəni mənim sevimli silahlarımdan biridir. Sen bence tələsməyə o qədər də. Çünki qabağındakı adam elə belə adam deyil dostum. Bu bir kill. Onu da yazın qırağa. 3 killi daha doğrusu. Bu AK olanda, hə dostum, bana niyə elə baxışlar atırsan? Mən arxadan vuranda bilmirdim ki, bax axırı nə olacaq. Məncə bilməliydim ki, axırı nə olacaq. O adam idi yoxsa şey dropuydu? Oo, Thompson ver bura. Severəm Thompson'ı. Bir dənə yax kimi qəşəng bir dənə cephanel yatsaydıq. Bizə nə lazımdır? Cephanelik lazımdır. Əslində drop da ələ keçirdə bilərik. Prosto drop biraz riskli məsələdir. Killə də alanmır. Millət mənə şey yeyəcək. Mən çoxlu kill almalıyım. Deyək ya. Cephanel yatsar. Ay, hə 200 lazımdır cephanel yatsarına. Mən o kaskı oradan almağa gedib getməyə kimi üşərdirəm də. Yəni mən buradan cephaneliyimi alım gedim. Bir dənə qəşəng cephaneli alım. Cephaneli yatsın daha doğrusu. Cephaneli alım, cephaneli yatsın. Həyəcandan danışa bilmədim. Neysə. Mənə çoxlu kill lazımdır. Bir dənə görsəm ki, əgər bir yerdə dalaşırlar və yaxud da qoydu girişəcəm sekund. Yəni 3 kill çox azdır. Aha, bir İHA var. İHA. Deyən görüm ya. Hardasan? Buradasan, gördüm səni. Gir maşına, çünki qıraqdan vura bilərlər. 4 kill.
Qəşəng başladı, qəşəng başladı. Məncə MP40'ı seçin bu oyunda. Çünki MP40'la daha qəşəng kafa atma olur. Thompson biraz interesting silahda bayaq kafa ata bilmirdim ona görə. Değiş bunu, değiş bunu. Bu daha sürətli gedir. Lamborghini'si geldi. Ya da Groz X verə də bu oyunu söküb yığaram da mən bu oyunu Groz X versə. Məndə Max'lı Groza, hələ üstünə Groz X. Eybi adi Groza da olar amma necə bir Groza versin də yəni. Bu oyunda Groza çox güclüdür də məndə. MP40'ın özelliği hasarçı quraşdırmışam bu arada. Heç narahat olmayın. O havaya gedib tez kill alaq. Çünki bu oyun mənə çoxlu kill lazımdır. Yəni 4 kill məncə biraz azdır. Aha qabaqda qoydu var. Sən görmürsən ki mənim əlimdəki silah Evo'dur dostum. Sən niyə mənə elə atarlı hərəkətlər edirsən? Yəni sən bilməzsən ki mənim əlimdəki Evo'dur. Əlimdə hətta Skyler belə var. Sən amma mənlə lağa qoyursan. Mən lağa qoymağı seçirsən. Və qardaş old paltar geyinib Allah'ın olsun elə bildim olduğu üçün də video qutardı da amma sən demə paltar hər şey dəyişmirmiş dostlar. Hətta bala bu boyda o avda bir nəfər yoxdur. Qalan maşını çəkə dropun altında qalar. Hə indi. Deməli belə 5 kill. Amma məncə az deyil biraz 5 kill. Qaqaşın üstündə nə var idi? Heç baxmadım ya. M249X. Burada nə var? Bir dənə Groza X yoxdur mu? Ay belə buradan da M249X. Dalbadal M249X verdi bizə. Bu maşını götürüb səfərdə Lamborghini isimizi qoyaq qırağa. Çünki bu maşının canı Akula. Akula can basmamışdan qabaq birinci qardiyanın arxasına çox güvənmə. Akulanı da öldürdük. Akula qaqaş getdi lobiyə. İndi 6 kill qəşəng. Like'lamağı unutmayın dostlar. Yəni sizin üçün belə əziyyətlər çəkirik. Deməli, aha bir nəfər var. Ortada gəzən, belə özünə çox güvənən bir adama oxşuyur. Amma özünə güvənmək bəs eləməyə bilir də bəzi mövzularda. Səni seçdim. Mən gəlirəm ora dostum. Gözlə orada məni. Özünü göstər də işimiz tez qutarsın. Özünə güvənmək çatmaya bilər dostum. Oo, mənim kombinimdən geyini. Vay çakka. Ay belə qıraqda da adam var. Sən birincisi get lobiyə. Yəni sən o Sonyava güvənib mənim sistemə xod eləyə bilmərsən də dostum. Ayda, mənim kombinimi dediyim kimi qaqa, mənim aləmimdə başqa adam istifadə edə bilməz. Bu Free Fire platformasında heç kim istifadə edə bilməz eyni kombini. Yalnız bir nəfər geyinə bilər. O da İsmail FF. Özümə çox dartdım ya. Bir dənə win gələr bu videoda. Bir dənə win gəlsə çox zor olar da. Win gəlsə peçat olar amma çox maşından düşməyə belə qorxuram. Maşın özelliğim var ya, mən maşınla vuranməzlər, qəyət edir mən vuran. Amma deyən qıraqdan bir dənə Pikachu mənə vurur. Pikachu hardasan ay Pikachu?
Pikachu pəncərədən baxmağına peşman oldu. On kill. O baqa şey 10 kill. Qaqa bu videona axırıq bu videoda. Buyuru videolarını nə qədər sevdiyinizi bilirəm, ona görə də mən də sizi qırmadım, davamını çəkirəm. Getməli deyə bu video win olmalıdır qaqa. Win olmasa belə yenə də atacağam, amma inşallah ki win olar. Poçinokdan bir nəfər yuxarı çıxmağa çalışarmı? Bir nəfər yoxdur Poçinokda. Poçinok tərəfdən yuxarı çıxmaq istəyən. Qaqa hardasınız? Bir özünüzü göstərin də day. 2-ci, 3-cü olmusunuz day. Nəyə gizlənirsiniz inlə belə? Diyan. Saqqalı gördüm. Mən ona baskına gedəcəm. Mənim kombinimi mənə demişəm geyinməyin də dostum mənim, canım dostum. Bax mənim kombinimi geyinməklə sən çox böyük bir səhv edirsən. Burdasan? Yox, burdasan. Adrenalin kimisi yoxdur da, sən öl. Aha. Qaqa, qəşəng gəldin, amma gecikdin. Yəni başa düş də yəni. Mənim əlimdəki silah Evo da, yəni özünü Evo silahına uyğun apar. Bakla vurmaq qəşəng. Tam basmıram vəbşi. Özgüvənsiz bomba atışları bununla nəzər aldım. Gör yazıq necə də qorxur can, ölərəm. Çıx da, çıx qapışaq, kişi kimi gəl. Ay, qorxusundan nə qədər bomba atır ya, yiyərəm mən səni. Qız deyə özdə. Oo, pis qoydu ha. Kafa atışı nəzər alınmalıdır. İnşallah ölmərəm hə. Yedi. Və win. Neyse dostlar, videomuz bu qədər idi. Xanımı da lobiyə paketlədik. Videoyu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, gələn videolarımızda görüşənədək.